Hörmətli Elman müəllim, müzakirəmizə başlayacaq təbii ki, Cənab Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı vermiş olduğu mesajdan və buradan yola çıxaraq Türkiyənin Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı nə qədər bizim üçün əhəmiyyət kəsb elədiyini söyləməyə ehtiyac yoxdur. Ancaq bundan narahat olan tərəflər də var. Misal üçün İran əvvəlcə ora öz təbliğat təxribatçılarını göndərdi və bildirdi ki, müxtəlif media qurumları vasitəsilə Paşinyan hökuməti heç bir halda Zəngəzur dəhlizinə icazə verməməlidir. Bu Ermənistanın milli və təhlükəsizlik maraqlarına ziddir. Təbii ki, adama deyərlər, sənə nə? Əgər belə bir şey varsa belə. Digər tərəfdən Arakçinin bir Ermənistan səfəri oldu. Yenə biz eyni ritorikanı gördük İran tərəfindən. İstəyərdik, bax, A-dan Z-yə qədər baş verən prosesləri, təhlilini bizimlə bölüşəsiniz. Təşəkkür edirəm. Çox vacib məsələnin müzakirə mövzusu seçmişsiniz. Həqiqətən də bu günləri Cənubi Qafqaz regionunda uzun müddətli və dayanıqlı sülhdən söhbət gedirsə, bu halda Zəngəzur dəhlizi ilə bağlı məsələ həllini tapmalıdır. Siz təsəvvür edin ki, təkcə bu məsələnin həllini tapması Cənubi Qafqaz regionuna sülh normallıq gətirməsinə imkan vermez. Həm də bu bizim icadımız da deyil. Ortada 10 noyabr sənədi var, məşhur bu 10 noyabr sənədi. 3 dövlətin rəhbərinin imzası var. Eyni zamanda Ermənistan baş naziri Nikol Paşinyan imza atıb və həmin sənədin 9-cu bəndi var. Yeri gəlmişkən, bu tamaşaçılarımız bilir, bilməyənlər üçün söyləyirəm ki, Azərbaycan prezidenti Cənab İlham Əliyev 2020-ci ilin haqqında bəhs edilən 10 noyabr sənədində məhz 9-cu bəndin salınmasının birbaşa müəllif edib. Çünki nə Rusiya, nə də Ermənistan tərəfi buna imkan vermək istəmirdilər. Azərbaycan prezidenti Cənab İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi ona gətirib çıxartdı ki, bu bənddə, 9-cu bənddə birbaşa Ermənistan və Azərbaycan arasında həm nəqliyyat, eyni zamanda yük daşımalar və sərnişin daşınmasının həyata keçirilməsini, yəni iqtisadi və kommunikasiya əlaqələrini özünə etibar edən bu bənd ora əlavə edildi və söhbət əslində Azərbaycan əsas hissəsi ilə Naxçıvanın arasında quru sərhədlərin yaradılmasından gedirdi. Bu məsələ bizim strateji əhəmiyyətli məsələdir. Yeri gəlmişkən tarixi zəfər imza atdıqdan sonra 2021-ci ildə artıq Azərbaycan prezidenti Cənab İlham Əliyev əslində Ermənistan tərəfi və onun himayə eləyənlərə möhkəm bir barmaq da silkələdi. Və qeyd elədi ki, biz istəyirik ki, sülh yolu ilə, dinc yolla bu Zəngəzur problemi də, Zəngəzur dəhlizindən bağlı məsələ öz həllini tapsın. Necə ki, biz 2-ci Qarabağ müharibəsini istəmirdik, biz dinc yolla həllini istəyirdik.